Bir üçbucağı düzəltmişdilər. Qərb, Moskva və Bakı. Moskva deməli bütün o sifariş verən tərəf idi. Komandalar oradan gəlirdi. Həmin komanda burada Bakıya ötürülürdü. Bakıda hərəkətlənmə olurdu və Qərbdə də o söyüşçülərə filana düyməyə basılırdı ki, hərəkətə keçsinlər. Onlar da hərəkətə keçirdilər və kimləri adətən hədəfə alırlar və alırlar? Sırf milli adamları, prezidentə sadiq adamları, dövlətə bağlı və sadiq adamları, Azərbaycan dövlətinin maraqlarından heç bir şərt altında vaz keçməyəcək adamları. Sayımız da çox deyil ha, yeri gəlmişdir. Yəni belə üzdə olanları deyirəm. Düzdür, təbii ki, görünməyənlər də var. Əsasən üzdə olanları hədəfə alırdılar ki, biz danışa bilməyək. Amma biz danışdıq. Biz susmadıq ki. Susan da deyilik. Söydülər bizi, təhqir elədilər, böhtanlar atdılar, yalanlar yapışdırdılar da demədikləri qalmadı. Özümüz haqqında, ailəmiz haqqında, qohum qardaşımız haqqında, hər kəs haqqında. Amma biz çəkilmədik. Niyə çəkilmədik? Çünki bizim üçün hər şeydən öndə dövlətimizin maraqlarıdır. Millətimizin maraqlarıdır. Amma bu cür adamlar, indi Ramiz Mehdiyevdən danışırıq. Əlbəttə bunu həmişə hamımız bilmişik ki, Ramiz Mehdiyev Moskvadan qopa bilməyən adamlardandır. Yəni bu adam Sovetin yetişdirdiyi bir adamdır və Azərbaycanda rəhbər vəzifədə olsa da onun Məkkəsi, necə deyərlər, qibləgahı həmişə Moskva olur. Yeri gəlmişkən mən kiminsə müsahibəsinə baxdım dünən. Bilmirdim bu faktı. Sən demə, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə Moskvadan başqa heç yerə səfər etməyibmiş. Xarici ölkəyə. Bəli. Yalnız Moskvaya gedib. Müalicə üçün bir dəfə də Almaniyaya getmişdi. Nəsə bilmirəm, İsrailə. Belə rəsmi, yəni rəsmi səfərlər ancaq Avropaya məsələn bir dəfə də getmişdi. Hə, Türkiyəyə məsələn necə getməyib? Necə getməyə bilərsən? Necə getməyə bilərsən? Türkiyəyə. Yəni deyil axı. Niyə getsin ki Türkiyə? Ondan savayı İşin əcaib tərəfi əslində cəmiyyət üçün, amma bizim üçün əcaib deyil, odur ki, özünü milliyyətçi adlandıran, qərb yönümlü adlandıran və müxalifətin bir nömrəli liderliyinə iddia edən Əli Kərimli və dəstəsi də Ramiz Mehdiyevin kurasiyasında olub. Onun çubuğu ilə otur qalx. Hamımız xatırlayıq da Ramiz Mehdiyev 2019-da vəzifədən getdi. O gedəndən bu günə Bakıda miting, piket heç nə olmur. Və üstəgəlsiz etiraz aksiyaları və ilaxır. Üstəgəl maraqlısı nədir? Məsələn, şəxsən məni də söyənlər dayanıblar. Çox nadir hallarda kimsə, belə öz başına yəqin də, o da artıq düyməyə basmağa ehtiyac olmur. Yəni, o intensiv kampaniya dayanıb şəxsimə qarşı. Və bir çox mənim kimi adamlar var da, o anənəvi söylən adamlar. Bizə qarşı o kampaniyaları dayandırıblar. Ramiz Mehdiyev vəzifədən gedəndən sonra. Görürsünüz, nə tər maraqlı bir əlaqə var bunların arasında. Hər şeyi bir yana qoyuram. Bugün Əli Kərimlidən danışırıq. Əli Kərimli gəncliyində əslində perspektivli bir fəal idi. Gənc fəal idi. Siyasətdə də, lap elə nə bilim, elmdə də, hər şeydə ola bilərdi ki, ondan nəsə olsun. Və hətta mən onu bilirəm ki, onu Öndər Heydər Əliyev vaxtında Əli Kərimlinin potensialını görüb, onun inkişafı üçün yaşıl işıq yandır. Ki bu getsin qabağa. Müxalifət olanda nə olur? Qoy getsin. Xalqın övladıdır. Amma sonradan gördünüz də İlham Əliyev, Prezident İlham Əliyev məcbur açıqlamalı oldu ki, liderinə xəyanət edən adamla bizim yolumuz bir ola bilməz. Bəli. Əbülfəz Elçibəyə etdiyi xəyanət. Bu hamımızın gözü qarşısındadır. Heç kim durub mənə nağıl danışmasın. Mən Azadlıq qəzetində işləmişəm. 98-2005. Bu prosesləri ən yaxşı bilən adamlardan biri olmuşam. İçində olmuşam. Əbülfəz Elçibəyin təhqir olunması Azadlıq qəzetində bugünkü kimi gözümüzün qabağındadır. Əli Kərimli elətdirirdi bunu. Əbülfəz Elçibəy onun partiyasının sədri idi. Əbülfəz Elçibəy, yəni bunun lideri idi. Adam öz liderini öz qəzetində təhqir elətdirirdi. Ondan savay Azadlıq qəzeti bugün meydanda yoxdur. Dövrün ən parlaq, ən populyar qəzeti idi. Mən də orada yazmışam. Yəni 98-dən 2005-in axırına kimi. Görün orada nə baş verdi. 98-ci ildə Əbülfəz Elçibəyin sağlığında AXCP-nin deməli qurultayında Əbülfəz Elçibəyin təklifi ilə Azadlıq qəzeti müstəqilləşdi. Partiya onun təsisçiliyindən ümumiyyətlə imtina etdi. Verildi kollektivə, qəzetin kollektivinə, təsisçilik. Və Azərbaycan hakimiyyəti də Heydər Əliyevin şəxsində müstəqil qəzet olduğuna görə
azadlığa gen bol meydan verdi. Ki işləyin, tənqid edin, reklam alın, pul qazanın. Siz təsəvvür edin ki, Demokratiyanın tələblərinə Bəli. yoxdur. Demokratik ölkə və qurmuşdur. Azadlıq qəzeti görün neynədir? Azadlıq qəzetinə su kimi pullar axmağa başladı. Legal yolla ne? Reklam alırdılar. Gündüz Sahilli o vaxtı, sonra Qənimət Zahid oldu, deməli, baş redaktor. Təsəvvür edin ki, Gündüz Sahilli gəlirdi səhər, 30 min tirajla bugün qəzet çıxıb, gündəlik qəzetdir də. Gəlirdi, günortaya kimi qəzet satılıb qutarırdı. Gündüz Sahilli deyirdi ki, sabaha 33 min tiraj buraxaq, nüsxə ilə buraxaq. Ehtiyac var. Bunu Heydər Əliyevin dövründə radikal müxalif qəzet bacarırdı. Və ona meydan verilirdi. Sonra bilirsiniz nə baş verdi? Gendən gəlirəm biraz, amma maraqlı olacaq tamaşaçılar üçün. Tabii, tabii. Əli Kərimli Azadlıq qəzetinin işinə müdaxilə eləməyə başladı. Maraqlıdır. Onu müstəqil yolundan çəkdi, elədi partiya vərəqi. Yəni qeyri-rəsmi Əli Kərimli başladı onu idarə etməyə. Nəzarət eləməyə, tapşırıqlar verməyə, yol göstərməyə, ondan sonra Azadlıq qəzetinin... Özün təbliğat tribunası istəyib də. Azadlıq qəzetinin reklamları kəsildi. Çünki iş adamları zat dedi ki, bu sırf anti-dövlət xətti tutursa, biz niyə buna reklam verməliyik? Düz də deyiblər də, düz deyilmi? Yəni sən dövlətə qarşı çıxırsansa, sənə niyə reklam verməlidir ki, bir iş adamı? Artıq səni maliyyələşdirmiş olur, dövlətə qarşı çıxır o da. Ona görə reklamı kəsildi qəzetin. Tənqid eləyə bilər. Yəni, tənqidə heç kim qarışmırdı. Vətənə xəyanətdən söhbət gedir. Bravo bəy. Tənqidə heç kim qarışmırdı. Ən sərt tənqidçilərdən biri də mən idim. Köşə yazırdım orada. Yəni mənim dostlarım indi də deyirlər ki, Azadlıq qəzetində sənin yazılarından qan tökülürdü. Buna görə heç kim, heç vaxt mənə şəxsən gözün üstə qaşın var deməyib. Heç kim. Hakimiyyətdən bir adam mənə irad tutmayıb. Heydər Əliyevin dövründən danışıram. Yəni ən sərt tənqidləri yazmışıq. Təhqir olmayıb, böhtan olmayıb, şantaj olmayıb. Ona görə də baxıblar, əlbəttə xoşlarına gəlmirdi ki, bu qədər sərt tənqid olunurlar, amma dözürdülər. Çünki bu ədəb çərçivəsindədir. Biz niyə deyə bilərik ki? Yəni bu şərait yaradılmışdı o qəzetə və Əli Kərimli nəzarəti ələ keçirdi. Ondan sonra qəzet yenidən gerilədi, gəldi, bərbad günə düşdü. Ondan sonra da indi Azadlıq qəzeti deyə bir şey yoxdur. Halbuki Azərbaycanın müstəqillik dövrünün, hətta müstəqillikdən qabaq da 89-cu ilin dekabrında o qəzet nəşrə başlayıb. Yəni müstəqilliyimizə gələn dövrdə o qəzet tarix yazırdı. Mənim yadımdadır 20 yanvardan sonra ki Bakıda bu Rusiya gəldi təzədən buranı işğal etdi. 90-cı ilin 20 yanvarında o qəzet burada artıq çıxa bilmirdi. Əli Kərimli Əbülfəz bəyin əleyhinə o qəzetdə necə təbliğat aparırdı? Bax, kimlərlə eləyirdi bunu? Adamın xatırlayırsınızmı? Xatırlayır əlbəttə. Əbülfəz Elçibəy bilirsiniz də ömrünün sonunda xəstələnmişdi, ağır xəstələnmişdi. Yəni geri dönüşü olmayan bir xəstəlik idi. Təbii ki, çox da yaşı da çox olmadı, dünyasını dəyişdi. Məsələn, onun xəstəliyini məsxərəyə qoyurdular qəzetdə. Bunlar Əli Kərimli mi təsvir edir? Əli Kərimlinin işi. Təsəvvür gətirin. Özünü yerinə xəyanət edən adamdan nə gözləyir? Mən indi adını çəkmək istəmirəm. O xanım da bu saat deyirlər ağır xəstəlikdən əziyyət çəkir. Yastığı yüngül olsun. Allah şəfasını versin. O xanıma Əli Kərimlinin o cür şeylər yazdırdığını hamı bilirdi. İş ondadır ki, bugün həmin xanım Əbülfəz Elçibəyin o xəstəliyini daha acılarla, daha acı bir şəkildə keçirir. Görürsünüzmü? Yəni bilirsiniz, o deyir, etdiyini, yaşatdığını yaşamadıqca insan ölməz. Əbülfəz Elçibəy kiminsə xoşu gələr, kiminsə gəlməz. Təbiidir ki, Əbülfəz Elçibəy İlham Əliyev boyda lider deyildi. Heydər Əliyev boyda lider deyildi. Amma saf adam idi, təmiz adam idi. Düzdür, dövlət idarə etməçiliyi problemləri var idi. Bunu hamımız qəbul edirik. Heç kim durub iddia edə bilməz ki, Əbülfəz Elçibəy Azərbaycanı o bir il ərzində, nə bilim, uğurlu idarə etdi, sadəcə imkan vermədilər. Elə şey yoxdur.